Ben de hamınızı salamlayıram. Hoş geldiniz. Hacı Mariz'in demək olan ustadımız, böyükümüz, axsaqqalımız olur. Mənim də onunla tarixim qədimdir. 50 il bundan qalan mən cavan idim, gənc idim. Belə bir misal çəkirlər, idman aləmində bir boksçu olur, əsrin Məhəmməd Əli Küley, Tarsus Küley. Deyirlər ki, işlədi çempiyon olanda ona medal verirlər, qızıl medal. O medalı boynuna salmayıb, getirib gəlin müəllimin boynuna salmayıb. Deyib ki, sən mənə elə dərs vermirsən ki, bu günləri mən çempiyon olmuş. Mən bu misalı ne üçün çəkdim? Çünki mənim ustadım Nardalanında olur. Ziya müəllim çox yaxşı bilir. Bizim kəndimizdə axın olur, Meşəqin Zahid axındır. Çox gözəl bir misal. Mən qısa deyirəm ki, vaxt çox getməsin. Mən bu axının evində böyümüşəm. Ailəsində, o mənim öz övladları kimi dərsləri, o Sovet vaxtı din qadağan olacaqdır ama 50 il, 55 il qadağan. O evdə bir ailə işi olduğu, Nardalan cəmaatına, onun qohum ərbabası, Nardalanın gelməyə, gəlməyə, bütün da mən sayıyorum vaxtlarının hamısını. O vaxtdan mən Nardalan cəmaatına dostluq qurmuşam, tanışlıq qurmuşam. Bunların içində demək olar ki, Hacı Mahir başda olma şərtindən. Saysam Hacı İlahi Allah rəhmət etsin. Nə qədər orada mömin insanlar, nə qədər biz gelmişik, gəlmişik. Hacı Mahir'in əsasən Peyğəmbər adı ilə biz tanımışıq. Çünki bilirsiniz ki, Hacı Mahir hər il Peyğəmbərin oğlunu geçir. Yüksək səviyyədir. Mən bilirəm ki, burada olanlar Hacı Mahir'i yaxşı tanıyırlar, bilirlər. Yəni ki, hər il Peyğəmbərin oğlunu, dahi sayısız, onda mən cavan idim də, mən 20-22 yaşım var idi. Onun məclisində hər sahənin mütəxəssisləri iştirak etsin, musiqicilər, şairlər, yazıcılar, biyalar, atları çəkilənlər, çəkilməyənlər. Biz çox adamlarla da, mən o vaxt cavanlığımda çox böyük dahi insanlarla orada tanış olmuşam. Onların çıxışları. Bir dənə məsələ demişsə ki, o moğludu keçirirdi. Sonra Hacı İntiqam var, indi də var elə. Var bu kişiyi Hacı İntiqam, mənim dostumdur, qəlbi dostum. Hacı İntiqam da Peyğəmbər süpürəsləri idi. O öyrənmişdi Hacı Mahir'dən, Hacı Mahir hər il Peyğəmbər süpürəsləri. O da Hacı Mahir. Mənim mərdəman alıb, dedim Hacı Mahir də mənim mərdəman alıb, sən də alıbsan. Mən Hacı Mahir'in neçə illərdir gedmişəm oldu. O dedi mənə ki, Hacı İntiqam ki, gedək mən sana aparım, Hacı Mahir'dən icazə alın. Orada ruhanilər çoxdur. Sən gəl bizim meclisə bayım. Gəldik Hacı Mahir əmin yanına. Orada danışdım, dedi ki, Hacı Mahir əmin ki, 10-15 daha gün ərzində vaxtda bizi də gəl. Hacı İntiqamın meclislərini idarə edək. Ondan sonra biz gelmişik. Deməli, mən gedirdim Hacı İntiqamın meclislərinə, qısa deyirəm, çox yorma istəmirəm səni. 5 daha gəldi, girdim buradan, gedirdim buradan. Elə oldu ki, iş belə götürdü ki, Hacı Mahir xəstələndi. O xəstələnən vaxtlarda mənim bir nazik kitabım çıxmışdı, adı Məsumnamə, İcam Hacı Məsumnamə idi adı. O Məsumnamə 12 İmam Peyğəmbər, Xanım Fatımə Zəhra, 14 məsumu həsr olmuş məzun kitabçı idi. O kitabda siqnal düşmüş. Allah Hacı Arif'i şifa versin. Arif bu zamanlar Hacı Mahir'in ən sevdiği tələbəsiydi, şagirdiydi. Hacı Mahir məni harada görürdü, deyirdi ki, mənə ki, Hacı Arif'dən müğayət olmaq. Onun gələcəyi çox mükəmməl olacaq. Bir də bugün o xəstədir, səhhətində problem var. Mənə görüşmüşəm, hamımıza salam göndərir. Hamısına yaxşı məqbul edəcək. Demək, o sözü demək istədim ki, o həmin siqnal-ı Məsumnamə kitabı deyə Hacı Arif'ə verdim ki, bunu mən ailəmə, xəstəydi, biz gedib gəlir deyə. Siqnal-ısı, bir dənə otosun, bunun rəyi lazımdır mənə. Bir də Arif aparıb vermişdilər. Elə oldu ki, Hacı Arif gəldi, mənə bir sözdür, əhvalım değişdi. Dedi ki, bu illəri Hacı Mahir məni xüsusi tapdırıb, get Hacı Sultana deyiləm ki, bəs bu moğludun mənim mütləq gəlsin, vacib gəlməlidir bura. Mənim axırıncı moğlududur. Yəni, Peyğəmbər çünki bilənlər bilir ki, söhbəti. Yəni, qabaz o bilirdi ki, halı yaxşıdır, dünyasını değişəcəklər, açılıb,
Ben bu il, her il Peygamber'cim o, bu il axırıcı, harada olsa burada olsun. Ben de geldim, Hacı İntiqam buradadır. Geldim, dedim, məsələ belədir, gəbərə eləyək. Bu kişi mənə sağlı, neysə burada var, bilmirəm mənə. Necə yana axırıncı da oldu, ne demək istəyirdim. Və mən gedirəm, Hacı sən də gəlir, tutar, məclisi gəl. Elə oldu ki, axşam sağı idi, biz getmişdik, o hamısı əyləşmişdilər. Hacı İntiqam da gəldi, oturdu, derdi, axı, Hacı Mahidən danışırsan, mezəli söz deməyəsən, milə yerim. Onun çox düzdü, mezəli sözləri var. Gəldik, indi kimin də yadında qalır, burada olub yadına düşəcək. Gəldik, əyləşdik, hamımız Hacı. O da gezirdi, ortada halı çox pis idi. Gezirdi ortada, hər gələndən 5 dana söhbəti gördüm. Şeyler sevdi. Mən oturmuşam, gəldi, düz oturdu bizim qabağımızda. Soruşdu, necəsiz, dedi, yaxçı, bəli dedi mənə ya. Dedi ki, Məhsul Məhmədə bir gecə yox olmuşam. Çox yaxçı, ancaq bir iki tane şey qaranlıq qalır mənə. Dedim, nədir? Deməli, Məhsul Məhməd günahsıza deyərlər, 12 imam haqqındadır. Mən orada əlavə də bir neçə şəxsin adını yazıb, şeir yazmışam onlara. Dedim, onu sadəcə açdı belə, dedim, bu Hacı İntiqam bəyə Məhsul uzaq görür. Bu da Məhsul qaldı. Ancaq çox dərin bir bilgiyə malik, çox görməyəcəm, bu sözü deyil. Qiymətin də verir ki, mənə ki, sən düz eləmişsən. Böyükli diş yolu düz eləmişsən. Çünki o da mənim kimi hər il Məhəmməd Peyğəmbər kimi olub keçir, olardı verir. Sonra bir dənə orada mənim Mehdi Sözadəyə bir şey yazmışdı, əzəl. Qəhrəmanlar alı bir əhd-i günər bilməkdir, canından artıq vətəni istəyən əhd etdi. Aşkı belə bu Mehdi şeirini başınıza oxuyur. Buradan bunu da əhlak etmişsin. Şeiri qutarandan sonra belə dedi ya mənə ya. Mehdi Sənzadə kimasılar ha, uzaqsan. Burada axırda çardaqda Mehdi əyləşədir. Bilsən nə deyil? Bir belə söz deyil o. Bu da axiri. Bu da axiri. Ben burada gözlerim dolmadı. Bu da axiri. Ağlımızdır, bu da ağlı. Bu da axiri. Bu da mənim axırıcımdır. Ya, acıyı belə söz danışma. Yaxşı gördü, ya, mən gələn ilə qalmayacaq. Yəni, mən bu düşü yazma əllərini bəsin. Yəni, o da əziz insan idi ki, mən elə oldu ki, 1994-cü ildə Azərbaycan dərvişləri Rövzixanla vaxtında bir kitab yazdım. Onu da yazılmalı səbəb bu il ki, Azərbaycan dərvişləri mövzusunda əsərimiz yoxdur, bir kitab yoxdur. Mən ilk dəfə onu yazdım, yazanda onu gəldim, Maili yanında ki, mən xeyirli və belə bir iş başlamışım. O mənim insan böyük iş görürsən. Bu mövzuda Azərbaycan dərvişləri mövzusunda kitab yoxdur. Sən yazırsansa bunu bir ilk mənbə olacaq. Gəl mən sənə bir adamla tanış edim. Dedim kimdir? Dedi rəhmətli Hacı İlahiyyə. Bunlar bir qapı olur da, yaxındır da. Gəl mən sənə tanışmayın yanına. Onun atası Məşədsəmə çox mükəmməl bir Rövzixan olurdu. Gedək tanış edim, onun atasını da yaz salırdı. Apardı məni Hacı İlahiyyə tanış elədi. Doğrudan da çox belə, ondan sonra Hacı İlahiyyə nə adı dostluq elə bir şey. Allah onu da rəhmət eləsin. Burada, yəni ki, bu kitab ərsəyə gəldi. Ərsəyə gəldi, mən bu kitabı çıxardandan sonra bir müddət keçdi. Xatirəmi danışıram ki, fikrimi çatdırmaq istəyirəm. Bir kitab da yazdım Şah İsmail haqqında. 3 tane kitabın çıxdı Şah İsmail. Dedim ki, gedirəm Hacı İlahiyyə, kitabı çap eləməmişəm. Gedirəm Hacı İlahiyyənin yanına, bir ondan məsləhət var. Gəldim Hacının yanına, dedim ki, Hacı, mən bir kitab yazıram, Şah İsmail fətvaları. Baxdım, mən belə dedim ya, ağır şeydir ya, Allah'ını deyim. Ancaq sən dəyərişləri yazmışsan, bacararsan yazır. Dedim ki, sənin də istəyirəm bir kitaba bir xeyirli verəsən, bir rəy verəsən, bir söz. Dedim, mən füzuluşunasam da, sən bilirsən ki, mən füzuluşunasam. Xətayı Şah İsmailin tədqiqatı ilə məşğul olmuşum. Ancaq mən sənə bu Hacı İsmailin orijinal sözüdür deyirəm sizə. Mən sənə ancaq Şah İsmailin haqqında bir dənə kiçik hikayə danışıram. Onu salarsan kitaba. Onu salarsan həmin kitaba. Mən də dedim ki, əla danış. O kiçik mənzərədə onu danışır mən. Kitabı da salmışam, sal eləmişəm, istinad eləmişəm ki, Hacı İsmaildən bu hikayə. Dedi ki, bunu danışırsan, bunu sal kitaba. Dedi Şah İsmail Fətayı dövründə bir qoca kişi gəldi Şah İsmail Fətayının yanına. Dedi ki, mənim bu vilayətdə yaşayıram. Mən yaşlı adamam, bir dənə qızım var öyle. Bir nəfər adam gəlir hər dəfə, gəlir mənim qızıma sataşır.
Mən də yaşlayan onun bacarmır. Gəlin bizi narahat edir, qızım. Oturam ki, Şeysi karıştı. tecavüz edirəm mən. Və səndən xahiş edirəm, şikayətə gəlir. Şah bu 2 saat içində gəlir, bir də hər gün gəlir. Bir də axşam hava var. Bir də get evə, əyləşkinə, mən özümü gələcəm. Həll edəcəm məsələn. Kişi gedəndən sonra şah hazırlaşdı da gedir axşam. Vezir, vəkil, sərkərdələr də hara gedirsən? Belə bir şey var, göndərək sərkərdəni getsin. Sununu həbs edildi, yox, hələ şey yox. Nə həbs edildi, yox. Mən yaşayan vilayətdə, yəni namusa tecavüz olunursa, mən özüm gelməliyəm, yoxlamalıyım. O ne cürətlə bu işi görür. Gəldi kişi çıxdı qabağına axsaqlar edir. Şöyle söktürürler. Çırağı. Bizim dilimizdə bilər. Biz təmsatı diyor, ya heç nazırdır. Sən bilən diyar baxıda, havada qaladır. Bax, bu adam gələndə mənə dedim. Bir gəldi diyandı, qoca kişi qapıda baxdı. Birdən havada qaladılar. Bir kişi gəlir. Qaranlıqda gəldi ki, görən olmasın, pis iş görür də, bu da sadaşı xalqın namusuna. Neysə, biri gəlir, bir də gəlir, biri indi, bu vaxtda çırağı söndü. Silah olur, ne olur, bilirlər. Biri söndür ışıqları, şamları söndür ışıqları, qaranlıq olsun. Qaranlıq oldu, görsən də kim gələr. Işıqlar söndürdü, işıqları söndürəndən sonra bu şəxs içəri girəndə Şah İsmail, qılıncı seklik vırgılın bu. Sonra şeyin işi yandırıldı çırağına. Bu da ışıklar yandırıldı. Geldik yandı bak gördük. Başı biliyorlar ışık bedeni biliyorlar. Sonra şey ki evde namazım var. Dedi var dedim öğrenim var benimle. Aldı koydu 2 rekat namaz kıldı. 2 rekat namazı kılıp tarandan sonra durdu dedi kişiye şimdi süfre varsın. Süfre varsın gördü koca kişi burada tercihle bakır. Dedi ne için ben tercihle bakır? Dedi 3-4 şey başa düşmedi. Dedi nedir? Bir evvelce sen bana dedin ki silahları söndürdü. Gelen adamı sen görmedin. Şunları söndürdü. Karanlığında onu öldürdü. Hiç görmedin. Ne için öyle dedi? Bir de ona göre sen deyəndə ki, bak ki, ədalət lidələ diye, sen deyəndə mənə ki, mənim namusuma tecavüz edəyən var. Birdən bir evə gəldi, birdən mənim qardaşım olar, əlim olar, dayım olar, oğlum olar, ən yaxın adamım olar. Görərəm onu öldürməyə əlim gəlir. O ölməlidir. Öldürməyə əlim gəlməz. Çünki mənidir. Bu ədalətlər düşürəm. Şimdi sonra dedim, sən söndü, kim olsa ölməlidir. Kardeşim de olsa ölməlidir. İdarə başa düşdüm. Sonra ne için sen getdin, baxdın ölməyə, dedim ki, bir əcə namaz, mən namaz, mən sözdüm. Bir getdim, baxdın, gördüm ki, bizdən sizdə belə adam yoxdur mənə. Qorxmaqla, məndən dövdüm ki, gördüm, yox. Bu adam yox. Dedim, Möhür bəy, 2 kez namaz qılır, əlinin aldığını belə deyib, ilahı. Şükür Allah'a bizim nesildən belə pis adam çıxmıyor. Bunu öyle şükür. Geri ben sana için genelde süfre açtım. Sen kabul edemedin. Sonra geçen süfre açtım. Dedi ona göre ki süfre açtım kabul. Ne kadar o namusa tecavüz edilen adam yeryüzünde gezip ben boğazından şey etmez. Ona göre oturmadım, gözledim ki bu işi halledelim. Bu sohbeti edelim mənim üçün. Mənim Şah İsmail'e ait kitabım Ziya Mə'rifili okuyup vermiş ona. Orada bu, onun dilinden bu hikayenin mənim tanıştığı Şah İsmail'e. Amma indi bir tane ikinci söz deyim sizə, çox məzəli, çox zarafatçı, Mahir bizim əzizimiz olur, Mahir bizim böyükümüz olur, axsaqlarımız olur. Söhbət ondan tutarmır, birini danışsan biri düşür, gəlir onun zəhnindən. Amma mən onun məzəli söhbətlərindən orijinal söhbətlər, ya o necə deyim sözləri, yəni ucunu mən 2 dərsini deyim ki, vaxtınızı çox alınır. Deməli, necə? Biri budur, bir məclisdə Hacımayel Füzulşünasdır da, meclisdə sual verdiler ki, Hacı Füzuli güclüdür, yoksa Nizami Gəncəvi güclüdür? Nizami güclüdür. Nizami güclüdür. Bunun 2 tane cevabı var. Biri cevabı budur ki, hələ bugünkü gün, bu necə deyim mən də söyləyim, hələ bugünkü gün necə elə bir aparat, elə bir tərəzi icad olmayıb ki, Füzuli nizamını oraya çəkək, orada görə hansı ağırdır, hansı güclüdür, hansı qüvvətlidir, hələ bir cihaz yoxdur. Bir. İkinci də, Füzuli ilə nizamiyə qiymət verməkdən ötürü görə elə bir adam olmalıdır ki, Füzuli ilə nizamidən çox bilən olsun ki, onlara qiymət versin. Hələ bir adam Hələ bir adam olur. Buna göre heç kim deyə bilməz. Bir ikincisi de bunu deyilsə, burada Allah bilir sizə, mən bu zonada
ədəbi meclislər keçirmişəm, şairlər üçün, alimlər üçün, bütün meclislərdə Ziya müəllimdə çox iştirak edib hamısında. Onlar bir dəstə ziyalı idilər, Hacı Mail idi, Hacı Tələb idi, Kürdaxanda Hacı Məhməd Əli idi, Kürdaxanda Hacı Qudi idi, yaxşı bilirsiniz bunları. Bunlar bir dəstə ziyalılar bütün bir yerdə gəlirlər. Bu zonada mən nə qədər tədbir eləmişəm, şu əla tədbiri, şairlərin, yubileyləri, hamısında iştirak edirlər. Amma bir dənə söz deyimsə, bu dəfə orijinal söz deyil, burada Hacı Tələb qəbul arşivlər üçün. Ben burada olmamışım. Hacılara demişim, bizde bir yas meclisi var idi. Bayağı burada hanendeler danışanda Hacı Baba Hüseyin'den danıştılar. Allah rahmet etsin onu. Hacı Baba Hüseyin hem de bizim kendimizde. Bu zonunda Kudret diliyle dostuydu. Serpay Kudret vardı. Aksak'ın oğlu yerine adamı burada. Bunların çok böyle bir dostlukları, ele bir zarafetleri var idi ki çok birbirine məhrəm idilər. Bir yas meclisi olur. Bu yas meclisinde bunu söhbəti mənim üçün Hazretleri Efendi arşiv. Bir yas meclisinde Hacı Baba Hüseyin olurdu. Hacı Mail var. Onlar birbirinden bir mədəni bir zərfətləri olurdu. Bir Hacı Baba Hüseyin olurdu. Hacı Mail. Bəli, buyur. Bir dənə sənin sualım var. Çox maraqlısınız diye. Dedi ki, acaba sözler gidilen bunlar biz dediği üzere ifade edilir ki, o diyen. Dedi ki, bir dənə sualım var. Dedi, buyur. Dedi ki, bu meclislerde gösterdiğinde salavat dinler. Misal için deyirlər ki, Hacı Baba'nın özü için deyirlər, atasının ruhuna bir salavat zikredir. Salavat da böyledir ki, Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir tane salavatın mənası diyebilirsə bana, Hacı Baba dinləşdiyelim bana. Dedi, necə? Dedi ki, mənası odur ki, deyirsə Allahümme salli ala Muhammed, İlahi Muhammed Peyğəmbərə salam gönder, salavat gönder, rəhmət gönder ve ali Muhammed. Hem de onun ailesinden salavat salam verir. Həcı onu dedim aile ki, bu mənim atımı ne dəxli? Bu mənim atımı ne dəxli? Bu deyil, Məhəmməd Peyğəmbərə salavat rəhmət göndər. Bir de onun ailesinden. Mənim atımı ne dəxli? Bir bunun cavabına bak. Yine bunun cavabı var da. Bu salavatı gönderdi. Eğer sen atomun kabiliyeti varsa eğer sana atomun kabiliyeti varsa senin atom gideceğine Arkayı zarfetten ama var. eğer atomun kabiliyeti yoksa kurama gideceğine Allah rahmet etsin, bu padişahdır, Erdoğan dersine. Ancak ben düzde istemedim vaktinizi çok alırım. Ancak Hacı Mail